Bakı Avrasiya Universitetində qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü münasibəti ilə maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi zorakılığa qarşı ictimai həssaslığın artırılması, maarifləndirilmə fəaliyyətinin gücləndirilməsi və tələbələrdə sosial məsuliyyətin formalaşdırılması olub. Açılış nitqində Bakı Avrasiya Universitetinin Elm İşlər üzrə prorektoru Professor Gülzar İbrahimova qadın zorakılığının qlobal problem olduğunu vurğulayaraq bu kimi tədbirlərin cəmiyyət üçün vacibliyini qeyd edib. Daha sonra Ümumi Fənlər Kafedrasının müdiri Dosen Sevil Bəhramova universitetdə gender bərabərliyi və insan hüquqları istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Tələbə elmi cəmiyyətinin sədri Nərmin Nurulayeva tələbələrin zorakılığa qarşı mübarizə mövzusunda müxtəlif layihələrdə fəal iştirak etdiyini bildirib. Tədbirdə tələbə elmi cəmiyyəti tərəfindən hazırlanan qısa video və slayd təqdim olunub. Sonda tələbələrin təşəbbüsü ilə hazırlanan "Məndə yoxdur, I don't have" divarı layihəsi nümayiş etdirilib və iştirakçılara zorakılığa dair şəxsi mesajlarını yazaraq kampaniyaya dəstək göstəriblər.